Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bugün Səs TV-nin canlı yayımında gündəm verilişindəyik. Önümüzdəki dəqiqələrdə dünyadan, regionumuzdan və Azərbaycandan hazırladığımız xəbər blokunu sizlərə təqdim edəcəm. Sizdən də xahişimiz budur ki, bizim verilişi bəyənib, paylaşasınız. Abunə olmağı da unutmayın ki, sizin də sosial şəbəkə üzərindən olan dostlarınız da bizim verdiyimiz xəbərlərlə tanış ola bilsinlər. Keçək əsas xəbərlər sırasına nə baş verir? Xəzərdə 4,2 magnitudalı zəlzələ baş veribdir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıbdır. Bildirilir ki, yerli vaxtla saat 21:09-da, yəni dünən 4,2 magnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 74 kilometr dərinlikdə olub. Azərbaycan hərbiçiləri təlim üçün Türkiyəyə yola düşüblər. Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən EFES 2026 çoxmillətli təlimlər növbəti mərhələsinə hazırlıq prosesi davam edir. Müdafiə Nazirliyinə verilən məlumata görə təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularını Türkiyə Respublikasının Çığlı hava bazasına qarşılanıblar. Qeyd edək ki, EFES 2026 çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında geniş miqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlıq səviyyəsinin yüksəldilməsi və praktik vərdişlərin təkmilləşdirilməsi olacaq. Cəlilabadda şagirdlər qəzaya düşübdür, 7 nəfər xəsarət alıbdır. Cəlilabadda baş verən yol qəzası nəticəsində 7 nəfər yaralanıb. Hadisə Zopun kəndində qeydə alınıb. Qəza zamanı 2 minik avtomobili toqquşubdur. Nəticədə 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999-cu il təvəllüdlü Yusif Nəzərov, 2002-ci il təvəllüdlü Hüseyin Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev və 2012-ci il təvəllüdlü HT adlı, yəni belə bir adlandırırlar, xəsarət alıbdır. Məlumata görə avtomobillərdən birində bugün keçirilən 9-cu sinif şagirdlərinin buraxılış imtahanından qayıdan şagirdlər olubdur. Faktla bağlı araşdırma aparılır. Hörmətli tamaşaçılar, başqa məlumatlara da keçirik. Hansı beynəlxalq dünyada nə baş verir bununla bağlı. Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump ilə telefon danışığı aparıb. Bu arada Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıbdır. Erdoğan danışıq zamanı Trumpa Vaşinqtonda Ağ Ev müxbirlərinin Şam yeməyində baş verən hücum cəhdi ilə bağlı dəstək və həmrəylik ifadə edib. Türkiyə lideri baş verənləri demokratiya və mətbuat azadlığına qarşı yönəlmiş mənfur bir hərəkət kimi qiymətləndirdiyini bildirib və yaralanan təhlükəsizlik əməkdaşlarına da şəfa diləyib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı Rusiya səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Kreml məlumat yayıbdır. Qeyd olunub ki, Abbas Əraqçı Moskvaya səfəri zamanı ABŞ ilə danışıqların son vəziyyəti, atəşkəs və cari hadisələrlə bağlı Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparacaq. Qeyd edək ki, Pakistandan Omana səfər edən İranın Xarici İşlər Naziri rəhbəri İslamabada qayıdıbdır. Kolumbiyada terror aktı törədilibdir. Kolumbiyanın Cauca departamentindəki Panamerika şassesində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Bu arada regionun qubernatoru Octavio Guzman sosial şəbəkəsi hesabında məlumat dərc edibdir. Ölənlərin 15-i qadın, 5-i isə kişidir. 36 nəfər müxtəlif dərəcəli
xəsarətlər alıb. Departament rəhbərliyi həlak olanların xatirəsinə 3 günlük matəm elan edibdir. Xarkovda metrodan, tapançadan atəş açılıbdır. Ukraynanın Xarkov şəhərində metroda tapançadan atəş açılıb. Bu arada Ukrayna mediası məlumat yayıb. Yerli polisin verdiyi məlumata görə Xarkov metrosunda baş vermiş atışma heç kim xəsarət almayıb. Qeyd olunub ki, sərxoş kişi tapançadan havaya atəş açıbdır. İsrailin Livana hücumu nəticəsində ölənlərin sayı 2500-ə çatıb. İsrailin son 24 saat ərzində Livanın cənubuna indirdiyi hava zərbələri nəticəsində 13 nəfər həlak olub. Bu barədə Livanın Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir. Son sutkada 30 livanlı yaralanıbdır. Martın 2-sində hərbi eskalasiyaya başlayandan bəri həlak olanların şəxslərin ümumi sayı 2509-a, yaralıların sayı isə 7755-ə çatıbdır. Səhiyyə Nazirliyi İsrailin yaşayış məntəqələrinin və infrastrukturu davamlı olaraq intensiv bombalaması nəzərə alaraq ölənlərin sayının artacağını istisna etməyibdir. ABŞ prezidenti Donald Trump Şimali Atlantika Alyansından, yəni NATO'dan narazılığını ifadə edərək təşkilatın çox məyus olduğunu açıqlayıbdır. Bu barədə o Fox News kanalına verdiyi müsahibəsində bildiribdir. Trump'ın sözlərinə görə ABŞ NATO'ya böyük maliyyə vəsaiti ayırsa da Alyans yaxın şərqdə keçirilən əməliyyat zamanı Vaşinqtona dəstək verməyibdir. NATO ilə bağlı deməliyəm ki, mən çox məyusam, çünki onlar bizimlə olmadılar. Biz trilyonlarla dollar xərcləmişik. Amma bizə biraz kömək lazım olanda bu dəstəyi görmədik deyə ABŞ lideri bildirib. Əlavə edib ki, NATO'nun belə vəziyyətdə necə davranacağını yoxlamaq məqsədi ilə bu məsələni qaldırıbdır. Britaniya kralının Amerika Birləşmiş Ştatlarına səfəri təxirə salınır. Vaşinqtonda jurnalistlər üçün keçirilən qəbulda baş verən atışmaya baxmayaraq Böyük Britaniya kralı 3-cü Charles'ın ABŞ-a dövlət səfəri planlaşdırıldığı kimi davam edəcək. Bu barədə Buckingham sarayının nümayəndəsi bildirir. Gün ərzində Atlantik Okeanın hər iki tərəfində aparılan müzakirələrdən və hökumətin məsləhəti ilə Əlahəzrətlərin dövlət səfərinin planlaşdırıldığı kimi davam edəcəyi təsdiqləyə bilərik deyə o bildiribdir. Qeyd edək ki, 3-cü Charles aprelin 27-sindən 30-ədək ABŞ-a dövlət səfəri edəcək. Onun konqresdə çıxışı etməsi və Ağ Evdə ABŞ prezidenti Donald Trump tərəfindən qəbul edilməsi gözlənilir. İran ABŞ-a Hörmüz boğazının açılması və nüvə danışıqlarını daha sonraya saxlamaqla münaqişəni dayandırmağı təklif edibdir. Bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıbdır. Məlumata görə Tehranın ABŞ-a Pakistan vasitəçiləri üzərindən ötürdüyü yeni təklif ilk növbədə boğaz ətrafındakı böhranı və ABŞ tərəfindən tətbiq olunan blokadanı aradan qaldırmağa yönəlibdir. Təklifə əsasən Hörmüz açıldıqdan və blokada götürüldükdən sonra nüvə proqramı ilə bağlı danışıqlar daha gec mərhələyə başlanmalıdır. Gec mərhələdə başlanmalıdır. Portal qeyd edib ki, Ağ Evi təklifi alıb, lakin ABŞ-ın onu nəzərdən keçirməyə hazır olub-olmadığı hələ aydın deyil. Öz növbəsində mənbələrdən biri bildirib ki, ötən həftə sonu İranın Xarici İşlər Naziri Abbas Əraqçı Pakistan, Misir, Türkiyə və Qətərdən olan vasitəçilərə İran rəhbərliyi daxilində ABŞ tələblərinə cavab verilməsi ilə bağlı vahid mövqenin olmadığını çatdırıbdır. Eyni zamanda Axios mənbələrinin məlumatına görə bazar ertəsi ABŞ prezidenti Donald Trump Milli Təhlükəsizlik və Xarici Siyasət Komandası ilə İran məsələsi üzrə operativ müşavirət keçiriləcək. Mənbənin verdiyi məlumata görə Donald Trump komandası danışıqlarda çıxılmaz vəziyyəti və mümkün növbəti addımları müzakirə edəcəkdir.
Biz əvvəldən də demişdik ki, İranda 3 hakimiyyətlilikdir. Pezeşkanın rəhbərliyi, prezidentlik institutunun fəaliyyəti, Sepahın, necə deyərlər, Sepaha yaxın olsa da, amma Sepahdan fərqli düşünən parlamentin sədri Qalibafın özü və ətrafı, bir də ki, Sepahın komandanlığı, Vahidinin rəhbərliyi altında Sepah komandanlığı. Sepah radikallığı ilə Amerika Birləşmiş Ştatları, İsraillə heç bir danışıqların olmadı, yalnız müharibəni istəyən bir tərəf kimi, belə deyək, ortadadır. Qalibaf danışıqlara gedir, amma onda da sərtlik var. Pezeşkan isə prezident. Burada yoxdur. Yəni, bu danışıqlarda, bu məsələlərdə yox kimi görünür. Amma faktik olaraq o, bu ölkənin prezidentidir və xalq tərəfindən seçilibdir. İrandakı bu hərzmərclik, bu hakimiyyətsizlik bu ölkəni həqiqətən məhvə aparır. Dəfələrlə bu Hörmüz bizim 4-cü silahımızdır deyib, bu Hörmüz boğazının bağlanmasına, oradan xəracın alınmasına israr edən İran indi yeni bir təkliflə çıxış etmək istəyir. Çünki İranın xaricdən gələn gəlirinin 90%-i Hörmüz boğazı üzərində formalaşıbdır. Başqa ölkələr artıq başqa bir yol tutmağa başlayıblar. Yəni, Körfəz ölkələri Səudiyyə Ərəbistanı üzərindən öz xarici partnerləri ilə əlaqələrini davam etdirirlər. Və digər istiqamətlər var. Təkcə Hörmüz boğazı deyil. Amma Hörmüz boğazı bütün dünya neft və qaz satışının ticarət edildiyi o həcmi 20%-nə malikdir. Körfəz ölkələri özlərinin iqtisadiyyatının nə qədər bu Hörmüz boğazından asılı olmağı da bir sir deyil. Təkcə daşınmalar quru yolla aparılmır, dəniz yolu ilə bir asan yoldur, həm də bu üsullar daha çox məhsulu xarici partnerlara, xarici tərəfdaşlara, ticarət edilən ölkələrə daha asan yolla çatdıra bilirlər. Və bu ölkəyə də xaricdən gələn mallar elə Körfəz üzərindən, Hörmüz boğazı vasitəsilə gəlib keçir. Amma burada belə deyək, Amerika Birləşmiş Ştatları o dəniz blokadasını aradan qaldırmayınca Hörmüz boğazının İran tərəfindən bağlanmasının o qədər də əhəmiyyəti yoxdur. Çünki İran elə öz ayağını bağlayır, İran öz iqtisadiyyatına zərbə vurur, İran öz xarici əlaqələrini kəsir. Yəni, bunu söyləmək üçün bir alim olmağa da ehtiyac yoxdur. Amma keçən dəfə İranda bir gəminin bu blokadanı yarab gəlməsini böyük bir bayram kimi qəbul edirdi. Amma hər kəsə də məlumdur ki, həmin gəmi boş olubdur, heç nə yoxdur içində. Ona görə də o gəminin içəri keçməsi o qədər də Amerika Birləşmiş Ştatları üçün bir əhəmiyyət daşımırdı. Yəni, mal gətirmirdi. O sadəcə olaraq boş gəlirdi. Ona görə də onun qarşısını kəsmədilər. Amma bu əvəzində İran bunu bir bayram kimi qəbul elədi ki, yəni biz bu istiqamətdə əlaqələr, yəni gəmilərimiz bu xəttdən istifadə edə bilər və kimsə birə toxuna bilməz. Amma indi isə fərqli bir təklif verirlər ki, gəlin hər iki tərəfi, hər iki istiqamətdən açaq və nüvə proqramını gələcəyə saxlayaq. Əlbəttə, bu İranın düşdüyü indiki vəziyyəti artıq Amerika Birləşmiş Ştatları əslində çoxdan arzulayırdı və elə buradan başlayıb o siyasətini biraz da sərtləşdirəcək. Yəni, bu gözlənilən şeydir. O boksçu ki, knockouta saldığı bir rəqibini nakauta salmasa, yəni üstdən zərbələr vurmasa, o qalibiyyəti ertələyə bilər. Amerika Birləşmiş Ştatlarında İran artıq biraz da keçsə, biraz da
keçsə artıq Amerikaya belə gəlir, mənə belə gəlir ki, Amerika yalvarmalı olacaq. Bu danışıqların vasitəçilərini Trumpın qapısına həmişə göndərəcək. Yəni burada bir anlaşılmayan bir şey yoxdur. Bu olacaq mütləq. Çünki dediyimiz kimi Amerika İranda hakimiyyət deyilən bir məfhum qalmayıbdır. Hələ Müctəba Xameneyinin də öldürüldüyü barədə məlumatlar verilir. Çünki Azərbaycan mətbuatı da bu barədə yazıbdır. Məşhəd şəhərində Amerika Birləşmiş Ştatlarının və İsrailin hücumu zamanı ölən rəhbər şəxslərin sırasında Müctəba Xameneyinin də fotosunun qoyulması, onun da öldürüldüyünü, belə deyək, sübut edir. Və ümumiyyətlə, belə götürəndə İran tərəfi, yəni o faktiki olaraq İranı idarə edən kimdir, bəllidir. Yəni, Sepahın indiki rəhbərliyi zor gücünə ölkədə nəyisə idarə edirmiş kimi özünü göstərməyə çalışır. Parlamentin sədrinin dövlət siyasətində yeri yoxdur, yəni o barədəki xarici siyasətdə filan da o bəlli məsələdir. Prezident daxili məsələlərə baxır, amma savaş məsələsini vahidənin komandanlığı altında Sepah təşkil edir. Yəni bu reallıqdır. Buradan belə deyək, başqa bir İranda bir rəhbərlik yoxdur. Söhbət onunla gedir ki, İran tərəfi, Sepah daha doğrusu, Amerikanın və İsrailin hədəfini yayındırmaq üçün Müctəba Xameneyinin güya sağ olduğunu bildirir. Və hətta onun nə Qalibaf, dövlətin ikinci bir şəxsi idi, daha doğrusu üçüncü şəxsi. Xameneydən sonra, ali dini liderdən sonra parlamentin sədri, prezident və parlamentin sədri. Bu iki şəxs belə Müctəba Xameneyinin harada olduğunu bilmirlər. Ümumiyyətlə, sağdırmı, ölübdürmü, heç onların da xəbəri yoxdur. Belə olan halda xalq necə başa düşsün ki, millət necə başa, insanlar necə başa düşsün ki, bunu rəhbəri idarə edən, bunu ölkəsinə rəhbərlik edən Müctəba Xameneyidir. Ortada yoxdur bu adam. Sadəcə onun adından istifadə edib, Sepah hakimiyyəti, necə deyirlər, sürüyüb aparır. Heç o olsaydı da belə, onun nə rolu var ki? İndiki o atası Seyid Əli Xameneyi kimin deyil. Yəni, ola bilər ki, mətbuatda şişirtdilər bunu, Sepahın vuran qolu, nə bilim, söz sahibi Sepahda filan. Yəni, Sepah bunun üstündə ona görə dayanır ki, o çox daha radikaldır, onların o siyasəti onunla davam etdirir, niyə filan. Amma görünür, o da bir, o atası ola bilmədiyi kimi, heç onu da, Sepah da onu Xameneyi, o birinci Xameneyi də saymır. Onu o cür qəbul etmir. Sadəcə olaraq, burada, hörmətli tamaşaçılar, həm də Sepah bunu etmək zorundadır. Çünki Sepahın o qədər gücü yoxdur ki, Amerika Birləşmiş Ştatlarına və İsrailə qalib gəlsin. Ara sıra özünü qalib elan edir, ara sıra özünü daha çox düşmənlərə qarşı amansız olacağını bildirir. Bundan sonra daha, necə deyim, onlara baş ağrısı olacağını bildirir, amma gücü o qədər yoxdur. Nə qədər desə də, nə qədər bu haykü yaratsa da, ortada bir şey yoxdur. Və Sepah belə olan təqdirdə ani bir daxili çaxnaşma bu qruplaşmanı, bu Sepah qruplaşmasını, düzdür, onların əlində güclü iqtisadi vasitələr, ordusu, yəni tamam çox şeylər var, amma xalqın qarşısında da dayanmaq olmaz. Sepahın tərkibində olsun 5 milyon, amma 90 milyon əhalidir. Yəni onlar silahlandıqsa qarşı tərəf də silahlanacaq. Hətta bu yaxınlarda dedilər ki, İsrail tərəfdən
etirazçılara silah da paylanıbdır. O silahlar nə vaxtsa partlayacaqdır. Düzdür, Sepah, Bəsis, Ettilat bunları toplayır, yığır. Yəni günahı olanı da, olmayanı da edam eləyir. Amma bu proses nə qədər davam eləyəcək? Bu proses ya artıq mən gözləmirəm ki, Amerika Birləşmiş Ştatları, bəlkə sizlər arasında hörmətli tamaşaçılar, kimsə bunu gözləyir ki, bu proses sıfırlanacaq. Amerika Birləşmiş Ştatları bütün nə qədər gəmisi, döyüşçüləri, hərbiçilər var, hamısını götürəcək. Buradan tamamilə uzaqlaşacaq, Amerika sahillərinə qədər gedəcək. İsrail də bundan sonra İrana heç bir raket atmayacaq, Livanda müharibə dayanacaq. Siz bunu təsəvvür edirsinizmi? Mən etmirəm. İran, Amerika Birləşmiş Ştatları artıq o əvvəlki o vuraram, gələrəm, asaram, kəsərəm o siyasətindən uzaqlaşıb da artıq konkret işlər görübdür. Bütün hərbi qüvvələrini regiona toplayıb. İranı məhv etmək üçün, İranı bir dövlət olaraq ləğv eləmək üçün. Yəni ya da ki, orada özünə uyğun bir kukla dövlət yaratmaq üçün. Bunu qarşısına məqsəd qoyub. Bunu nə qədər etiraz etsək də, o humanitar etirazlar var ki, parlamentlərin etirazları, ayrı-ayrı dövlətlərin, nə bilim, mitinglər, şüarlar, filanlar, bundan çıxası deyil o. Bunu reallığı qəbul eləməliyik. Bu İranpərəstlər bəzi fikirlər yazırlar ki, yox belə deyir, başqa fikirlər var burada, İranı məğlub etmək mümkün olmaz. Bu qədər İranlılar demişlər, ləşkərin qabağında, bu qədər texnikanın qabağında İran nə edəcək? İran bir rəhbərini qoruya bilmir. İndi bax, tarix necə dəyişir, hörmətli tamaşaçılar. Tarix necə dəyişir? Mən hərdən o bir atalar məsələ var. Başqasına lağ etmə, sənə lağ edərlər, nəsə belə bir fikir var. Çünki zamanında bunlar İranda bəzi qüvvələr, bəzi insanlar, siyasətçisi də vardı içində, dövlət adamları da var idi. Ara sıra bunun başqa formalarda işlədirdilər. Azərbaycanı eyham vururdular ki, siz bir Qarabağ ala bilmirsiniz. Siz bir Qarabağda nə bilim filan eləyə bilmirsiniz. Oranı, oradakı məscidləri qoruya bilmirsiniz. Nə bilim, bu Səhər kanalı var, orada həmişə deyirdi ki, dinimizin məbədini, Allahın evini qoruya bilmirsiniz. İrad tuturdular. Bizə bu iradı bildirirdilər. Güya siz heç bacarıqsız, heç nəsiz, nə bilim filandır. İndi siz tutun görək hələ onu. İndi o bacarın görək hələ o Amerika ilə baş-başa gəlməyi. Qoruyun görə bir dövlətinizin başçısını qoruya bilmədiniz. Hamısını nəinki dövlət başçısı, hamısını özdə yatdıqları çarpayda öldürülənlər var idi. O yüksək vəzifəli Sepah komandanlığı, Ettilatın komandanlığı, yəni kəşfiyyatın, o Bəsizin komandanlığı, hərbi komandanlıqlar yatdıqları yerdə vurdular. Yəni bütün komandanı 48-50-dən yuxarı bir komanda heyətini məhv elədilər. Buydu, qoruyardınız da onda. Niyə qoruya bilmirsiniz? O Səhər telekanalını körükləyənlər niyə qoruya bilmədiniz? Niyə qoruya bilmədiniz? Azərbaycanla təkcə Ermənistan döyüşmürdü. Hər kəs bilirdi kim döyüşür. İran da çox gözəl bilirdi ki, Qarabağda kimlər döyüşür ermənilərin əvəzinə. Hələ bu hadisələrin lap sonlarında, təxminən 2021-ci il hadisələrində Qarabağda deməli İranın Kirman vilayətindən orada hazırlıq görmüş, hərbi hazırlıq görmüş Bəsiz üzvləri, sonra Sepah üzvləri, yəni orada kəşfiyyatçılar var idi, müxtəlif şəxslər, 27 nəfər, hamısının adları da verilmiş. Yəqin ki, tamaşaçılar o siyahını görmüşdülər. Bizə hamısının adları ilə bir yerdə Ermənistana, daha doğrusu Qarabağa göndərilmişdilər. Azərbaycanın ayrılmaz hissəsi ermənilərin işğalı altında uzun müddət olan, həmin müddətdə də
o separatçıların toplaşdığı o bir kiçik bir yer var idi. Yəni Xankəndi və ətrafında Ağdərə, Xocavənd və digər Əsgəran o bölgələrdə nə qədər ki var idi, 23-cü ildə onlar tamamilə ləğv edildi. O vaxta qədər onlar hələ də İran tərəfindən bizə o bizim ərazilərdə bizə qarşı döyüşmək üçün ya da ki oradakı erməniləri belə deyək ermənilərlə hazırlıq aparmaq üçün mütəxəssislər də gəlmişlər ora. Niyə göndərirdiniz onda? Nə üçün göndərirdiniz? İndi gedin o prezidentini, ali rəhbərini, komandanını, filanı, nə bilim kimləri, hətta özünü belə qoruya bilməyən İranlılar. Mən İranlılar ona görə deyirəm ki, orada o farslardan söhbət gedir, orada Sepahdan söhbət gedir, orada söhbət Azərbaycanlılardan getmir. Düzdür, Azərbaycan türkləri arasında da o yolunu azmışlar az deyil. Az deyil onların. Orada da var. Ara sıra çıxıb o hakimiyyətə yarınmaq üçün öz qardaşına iftira atanlar var orada. Həm də onu indiyə qədər görməmişəm ki, məsələn, bir-iki yerdə olubdur fars dilində danışıblar filan, amma bizim dildə danışırlar. Farslar Azərbaycan dilində danışmırlar. Onu özləri üçün bir aşağılıq hesab eləyirlər. O reallıqdır. Gedin, baxın, görün, farsların biri Azərbaycan dilində bilirmi? Bilmir. Üstü kəlmə filan bilmək o başqa bir şeydir, amma sırf Azərbaycan ləhcəsində danışmaq eləmək yoxdur. Özləri aşağılayırlar o danışanda, türk dilində danışanda. Hamısı, danışanların hamısı orada yaşayan və o qara qüvvələrə xidmət edən Azərbaycan türkləridir. Çox təəssüflər olsun ki, mən onu edən, bizə qarşı duranların adının qabağında bir Azərbaycan türkü sözü işlədirəm. Çox ürək ağrıdıcıdır. Necə ola biləsən ki, sən öz qardaşına, millətinə, həm də yalan informasiyalar göndərəsən, yalan yaxasan, şər, böhtan yaxasan. Hətta bizim aramızda da tanınmış adamlar var ki, siz bilirsiniz, Farsa yarınmaq üçün bilmirlər hansı iftiranı atsınlar. Mən keçən dəfə danışdım o Qurban Məmmədovla o Pirus dilənçi arasında keçən diyaloqu. Güya bu yalan uydurur. Mən hələ də özümə gələ bilmirəm. Güya bu yalan uydurubdur. O yalanı da bu millət neçə illərdir ki, belə də qəbul edir. Güya bizim gözümüz tutulubdur. İranın ali dini liderinin Azərbaycan siyasətində, Ermənistan-Azərbaycan münasibətlərində tutduğu mövqedən bizim xəbərimiz yoxdur. Güya biz ancaq Pirus dilənçinin dediyi informasiyalar ətrafında fırlana qalmışıq. Ondan başqa bizim düşüncəmiz yoxdur. Bunlar özlərini nə yerinə qoyurlar. Bu dəhşətlidir. Sözün əsl mənasında. Mən belə başqa cür düşünə bilmirəm onlar haqqında. Yəni bu, yenə deyirəm, xəyanətkarın buynuzu olmur ki. Xəyanətkar elə bizlərə oxşuyur. Yəni formaca, fizioloji quruluşuna görə, amma içi başqa, içi xarab olur. İçi çürüyən olur. Bax, həmin şəxslər bir dövləti, bu heç bir millətə belə deyək, 3000-dən artıq bir xalqın 200-ə yaxın bir dövləti var. Onu da belə deyək, ingilis dillilərlə, ərəb dilliləri çıxsa, hamısını bir hesab eləsək, haradasa 150 millətin dövləti olaya olmuyor. 150. Yəni ingilis dilində danışan, ingilis necə deyirlər, olanlardan söhbət gedir. Ərəblər məsələn 21 ərəb dövləti var. Mən ona görə deyirəm ki, yəni heç də hər millətin dövləti yoxdur.
3000-dən artıq, biraz artıq deməli dünyada xalq var. 3000. Və onun cəmi cümlətən 150-si, haradasa 30'da 1. 30'da 1'inin, o xalqın 30'da 1'inin dövləti var. Bizə də o nəsib olubdur. Biz də o sıradayıq. Bizim də imzalar arasında imzamız var. Buna qarşı o darğınlıq göstərən, buna qarşı bunu çəkə bilməyən o qədər qüvvələr var ki. Bax, siz təsəvvür edin ki, bir ara İrandan Azərbaycana bir siyasi bir baskılar var idi. Hətta az qalırdılar Azərbaycan sözünü də belə bizə yasaqlasınlar ki, sizin dövlətinizin adı Aran dövlətidir. Özlərində belə də qəbul edirdilər. Azərbaycan demirdilər. İndi onlar gözləyirlər ki, biz də İrana İran yox, Viran deyək və yaxud da ki, başqa adlar qoyaq. Belə olmur axı. Biz necə ki, əvvəldən götürdüyümüz kurs var, İranla xoş, mehriban qonşuluq münasibəti, onu da davam etdirmək istəyirik. İndi Hörmüz ətrafında baş verənlərdən çıxış edən deməli, İran dövləti artıq dalanaq dirənibdir. Artıq daxildə problemlər yaşanır. Xüsusən Sepah artıq xaricdən gələn gəlirlərin azaldığını düşünür. Artıq ona o siqnallar daha tez-tez verilir ki, artıq bir müddətdən sonra 90 neçə milyonluq İran aclıqdan onların özünü yeyə bilər. Bax, bu belə fikirlər də var. Və hörmətli tamaşaçılar, bu yeri gəlmişəm bir-birini yeməkdən söhbət gedir. Ukraynanın işğalında iştirak edən bir neçə Rus hərbçisi qida çatışmazlığı səbəbindən kannibalizmə əl atıbdır. Bu barədə The Sunday Times qəzeti Ukrayna hərbi kəşfiyyatının materiallarına, o cümlədən təxminən 12 Rus zabitinin fotoşəkillərinə və ələ keçirilmiş audio mesajlara istinadən məlumat yayıbdır. Nəşrin məlumatına görə ən azı 5 hadisə Rusiya hərbiçiləri öz yoldaşlarını yeyiblər hadisədə. 5 hadisədə. 5 dəfədə, yəni 5 belə bir hadisə baş veribdir. Hadisələrdən biri 2025-ci il noyabrında Donetsk vilayətində Mirnograd yaxınlığında baş veribdir. Təqdim olunan dəlillərə görə Rusiya ordusunda xidmət edən Topal çağırış nişanı olan piyada 2 əskər yoldaşını öldürüb və onlardan birinin ayağını yeməyə cəhd edib. Telegram yazışmalarında adı açıqlanmayan zabit bu barədə Kəşfiyyat batalyonu komandirinin müavini Vladislav Razikova məlumat verib və kəsilmiş ayağın fotosunu göndəribdir. Nəşr yazır ki, şəkillər xüsusi proqram təminatı ilə yoxlanılıb və onların saxta və ya redaktə olunmuş olmasına dair əlamət tapılmayıbdır. Şəkili araşdıran müstəqil hərbiçi cərrah bildirib ki, zədələr döyüş yarasına bənzəmir və ehtimal ki, iti alətlə yetirilibdir. Audio mesajlara zabit hadisəni insident adlandıraraq deyib ki, həmin hərbiçi zirzəmidə insan ətini doğramağa çalışarkən tapılıbdır. Saxlanmaq istəyərkən atəş açıb və öldürülübdür. Zabit həmçinin əskərlərin aclıq payı ilə yaşadığını və qidanın ciddi şəkildə tükəndiyini qeyd edibdir. Digər ələ keçirilmiş danışıqlarda da oxşar hallar qeydə alınıb. Belə ki, ötən ilin aprelində Most çağırış nişanlı hərbiçi komandirinə şikayət edərək bir silahdaşının insan əti yediyini deyibdir. 2025-ci ilin oktyabrında isə 1437-ci motoatıcı alayının komandiri tabeçiliyində olan hərbiçinin eyni əməldə ittiham edərək insan yeməyi dayandırmağı tələb edibdir. Başqa bir mesajda 55-ci motoatıcı briqadanın qərargah rəisi alkoqol və narkotiklərlə yanaşı kannibalizmi də açıq şəkildə qadağan edən əmr veribdir. Ukrayna tərəfi həmçinin bildirir ki, əsir götürülən Rusiya
hərbiçilər arasında ərzaq çatışmazlığından şikayət edənlərin sayı artmaqdadır. ABŞ hərbi dəniz qüvvələrinin keçmiş kapitanı və Rand Corporation əməkdaşı Bradley Martin qeyd edib ki, Rusiya ordusunda təminat problemləri ilə bağlı məlumatlar inandırıcı görünür və qoşunların təminatı komandanlıq üçün prioritet deyil. Çox dəhşətli bir xəstə, yəni onları cəmiyyətə inteqrasiya etmək də çətindir. Belə götürəndə artıq 5 ildir ki, davam edən bu müharibə, yəni çoxlu travmalar, psixoloji, başqa bir travmalar yaşadıqdır ki, yəni orada iştirak edən tək Ukraynada 750 min Rus hərbiçisi var. Təsəvvür edirsiniz, 750 min Rus hərbiçisi. Onlar da əksəriyyəti qida çatışmazlığından əziyyət çəkirlər. Yəni qida təminatı həmin bölgələrdə, istiqamətlərdə çətindir. Ora aparmaq, onları hər gün, belə deyək, səhər, günorta, axşam yedirtmək biraz çətindir. Ona görə də həm də insanlar artıq 5 ildir ki, yəni əgər müharibənin əvvəlindən orada hələ sağ qalan varsa, onlardan söhbət gedir. Çünki Ukrayna tərəfi 1 milyondan artıq itkinin olduğunu deyilir və sonra məlum olub ki, yəni əslində Ukrayna tərəfinin dediyi itkilər təkcə öldürülənlər yox, həm də yaralı və bir daha o hərbiçilərin sırasına qayıtmayacaq insanların da orada o saya daxil edildiyini deyibdir. Çox dəhşətlidir. Onların inteqrasiyası Rusiyaya əlavə bir problemlər yarada biləcək. Çünki bütün belə böyük və uzun müddətli müharibələrdən sonra orada iştirak edən insanları normal cəmiyyətə qaytarmaq çox çətin olur. Yəni o, belə deyək, o gördükləri, insanın gördükləri ona uzun müddət əziyyət verir. Onlarda psixoloji travmalar və hətta başqaları üçün də bir təhlükə yaradır. Trump İrana vaxt qoyubdur. İran neft infrastrukturunun çökməsi üçün 3 gün vaxtı var. Bunu ABŞ prezidenti Donald Trump Fox News-a müsahibəsində bildirib. Onun sözlərinə görə ABŞ-la İran arasında münaqişədə bütün kartlar Vaşinqtonun əlindədir. İranın neft infrastrukturunun çökməsinə təxminən 3 gün qalıb, deyə Amerika prezidenti vurğulayıb. Mən düşünürdüm ki, ümumiyyətlə, müasir müharibələrdə, yəni kəşfiyyat məlumatları, məsələn, o keçən əsrin əvvəlində və yaxud da keçən əsrin 2-ci Dünya müharibəsində o kəşfiyyat məlumatlarının əldə edilməsi, o çox biraz indiki dövrdən baxanda biraz primitiv idi. Yəni kəşfiyyat məlumatlarının əldə edilməsi var. İndiki dövrdən baxanda dünyada yəni kəşfiyyat, yəni qarşı tərəfin məlumatlarını əldə edilmək o qədər də çətin bir məsələ deyil. Yəni düzdür, buna qarşı da o tərəflər bir tədbirlər görürlər. Amma hər dövrdə nə qədər texnologiya inkişaf etsə də, bir o qədər də bəzi müharibə aparmaqda bir dəyişməz bir qanunlar var. Bir-birinə hərbə zorba gəlmək və biri-birinin başına nə oynatacaqlarını açıq şəkildə deməsi. Yəni bu əvvəldən də olubdur. Yəqin ki, bilirsiniz, o Avropalılar deməli Şimali Afrika xalqlarından birinə hücum edirlər. Yəni bir müddət müharibə aparandan sonra hər tərəf başlayırlar qarşı tərəflərin planlarını öyrənmək üçün hər iki tərəfdən də belə kəşfiyyat dil gətirmək istəyib. Yəni qarşı tərəfdən əsir götürmək istəyiblər. Deməli, ağlar, qaralar, daha doğrusu Afrikalılar iki Avropalını tutur, əskəri tutur, aparırlar. Bunu öldürürlər, qanını piyaləyə töküb, bunların başçısı qanı içir və əskərlərinə bildirir ki, bunların qanı çox dadlıdır
Ona görə də hücum etdiyiniz əsgərlərin qanını içsəniz daha sizin üçün daha yaxşı olar belə. Bu psixoloji bir təsir olubdur və ikinci bir o əsgərin birini öldürüblər, birini buraxırlar, gedir. O gedəndən sonra gəlir Avropalılara bildirir ki, bəs onlar insan qanı içirlər. Bir anlığa deməli qoşunda vəlvələ başlayır. Hətta fərarlik edənlər də olur, qaçanlar da olur ki, bu qarşı tərəf insan qanı içir. Bizi tutsalar öldürmək nədir? Əsir götürmək nədir? Bizim hamımızın qanını içəcəklər. Bu dəhşətli bir şeydir. Bu Avropalıların lideri, sərkərdəsi baxır ki, vəziyyət xarabdır. Tez əmr verir ki, 2 Afrikalını tutun gətirin mənim yanıma. Gətirirlər, insanların gözünün qabağında bunun birini öldürürlər və verir, aşpaza verir ki, apar bunu pişir gətir. Aşpaz da götürür, aparır, orada baxırlar ki, qoşun baxır ki, orada aş pişir. Ət qızardırlar, nə bilim, nə edirlər. Sən demə, o tərəfdə bir qoyunu kəsirlər və qoyunun ətindən yaxşı bir bastırma düzəldirlər, gətirirlər şahın qabağına, sərkərdənin qabağına. Sərkərdə başlayır o ətdən yeməyə və yanındaşları da təklif edir ki, yeyin. Bu Afrikalıların əti çox dadlı olur. Yeyin. Sonra o birisini buraxırlar. O birisi gəlir sərkərdəsinin yanına ki, ay evin yıxılsın. Orada siz indi bizi belə bir yalan yaydınız ki, güya onların qanını biz içirik. Onlar bizim gözümün qabağında mənim yoldaşımı öldürdülər, ətini yedilər. Dedilər ki, Afrikalıların əti dadlı olur. Artıq bu qaraların, necədir, Afrikalıların sərkərdəsi baxır ki, ətrafında bir adam qalmıyor, hamısı qaçıbdır. Bu psixoloji təsirdir. İndi Trump'ın hədə-qorxu gəlir, hər 3 gündən, 5 gündən bir hədə-qorxu gəlir ki, artıq İranın neft infrastrukturunu, yəni sepahı ayaq üstə saxlayan bir infrastrukturu var, o da neftdir, qazdır. Onun çökməsi üçün 3 gün vaxt var. 3 gündən sonra İranda artıq bu İran neft, qaz, belə bir məhfumlar yanaşı səslənməyəcəkdir. Və bu hədə-qorxu nə vaxta qədər davam edəcək? Mümkündürmü? Amma mümkündür. İndiyə qədər hələ müharibə yox idi. Keçən il 12 günlük müharibədə olmamışdan qabaq hər kəs deyirdi ki, Amerika Birləşmiş Ştatları İrana hücum edərsə dünya dağılacaq. Mümkün deyil ki, onun hücum etməsi. O sadəcə hədə-qorxu gəlməkdən uzağa getməyəcək. Amma nə oldu? 12 gün bir baş məşq elədilər, nüvə obyektlərini vurdular və bildirlər İranın dişi nə qədər itidir. Sonra bir ildən keçəndən sonra təxminən, bir il yox, biraz haradasa bir 8 ay keçəndən sonra növbəti bir hücuma başladılar. Ona görə deyirəm ki, bu düymə artıq basılıbdır. İran özünü xilas etmək üçün İran daha ağır şərtlərlə Amerika Birləşmiş Ştatlarının o planına uyğunlaşdırılmaması üçün indidən ortaya normal bir şərtlər qoymalıdırlar. Hörmüz boğazı açılmalıdır. Yaxın şərq ölkələri ilə münasibətlər düzəlməlidir. Yoxsa İran təklənib uzaqdan o komandalar var, uzaq komandalar Rusiyadan və yaxud da başqa ölkələrdən buna dəstək verirlər. Sözdən başqa o tərəf uzağa getməyən dəstəkdən söhbət gedir. Bunu da hara qədər aparacaqları artıq bəllidir. Mümkün deyil ki, İran bu müharibədən qalib çıxsın. Avropa Rusiya ilə müharibəyə hazırlıq məqsədi ilə hərbiləşməni, hərbi hazırlıqlarını davam etdirir, artırır hər keçən gün. Bu barədə La Antidiplomatik nəşri məlumat yayıb, Avropanın, daha doğrusu İspaniya nəşridir. Nəşrdə Avropa ölkələrinin Ukrayna ilə bağlı və Ukrayna və digər ölkələr üçün dronlar istehsal etdiyi bildirilibdir. Qeyd edilir ki, xüsusilə Fransa bu istiqamətdə hazırlığını artırıb və ciddi şəkildə aktivləşibdir.
Nəşrin iddiasına görə siyasətçilər Avropanı Ukrayna böhranı üçün arxa cəhbəyə çevrilib və praktik olaraq Rusiya ilə münaqişədə iştirak edirlər. Son vaxtlar Baltik ölkələrində, Baltik dənizində xüsusi Rusiya ticarət gəmilərinə qarşı piratçılıq Avropanın aqressiv niyyətini göstərir. Rusiya ilə Avropa arasında münaqişənin qaçılmaz olacağı aydınlaşır. Görünür, hər hansı bir geri dönüş çətin və ya sadəcə qeyri-mümkündür məqalədə deyilir. Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə keçirilən şam yeməyində açılan atəşin arxasında qüvvələr bəlli olmasa da hücumunun Trump və komandasının sərf etdiyi aydın görünür. Hücumdan dərhal sonra Trumpın demokratlar tərəfindən etirazla qarşılanan Ağ Evdə 400 milyonluq bal zalı inşa etmək təklifi respublikaçıların dəstəyi ilə yenidən aktuallaşdı. Trump şam yeməyinin hücumun baş verdiyi Hiltonda yenidən keçirilməsinin təhlükəsi baxımından nə qədər risksiz olduğu halda suala, min otağınız olduqda təhlükəsizlik həmişə çətindir, çətinlik yaradır sözləri ilə həm də Ağ Evdə zalın inşa edilməsinin vacib olduğuna diqqət çəkibdir. Bu barədə politoloq Asif Nərmanlının da maraqlı paylaşımı var. Hərçənd ABŞ prezidenti və administrasiyası üzvlərinin hədəfə alınması ilə təkcə sözgedən layihə arasında paralel aparmaq doğru deyil. Bu, daha doğrusu yetərli deyil. Bu hücum Trump komandası üçün xüsusilə iki kontekstdə üstünlük deməkdir. Birincisi, Epstein işi, ardınca İrana hücum məsələsinə görə ictimai rəydə mövcud administrasiya əleyhinə körüklənən narazılıq müvəqqəti də olsa arxa plana keçir. Əvəzində ikinci dəfə sui-qəsdə məruz qalan Trump haqqında ABŞ maraqları uğrunda mübarizə apardığı üçün öldürmək istəyi ilə fikri önə çıxır. İkinci, İran faktorudur. Artıq İran amili ilə bağlı müəyyən ehtimallar gündəmə gəlib və bu Trumpın apardığı müharibə ilə bağlı ABŞ ictimai rəyini yönləndirmək imkanları yaradır. ABŞ prezidenti daha öncə İranın onu öldürmək istədiyinə haqda iddialar səsləndirmişdi. Bu hücumdan da eyni təbliğatda istifadə edilməsi də istisna edilməməlidir. Lakin hücumun nəticəsinin Trump administrasiyasına sərf etməsi onun senari olduğunu fikrini təsdiqləmir. Xüsusilə ABŞ-ın keçmiş təcrübəsi və mövcud administrasiyanın siyasətinin siyasi qüvvələr arasında narazılıq yaratması fonunda Trumpın Vaşinqton bataqlığı adlandırdığı sistemə qarşı mübarizəsi onu hədəfə çeviribdir. Bu kontekstdə siyasi və informasiya hücumlarının sonra praktiki hücum taktikasında da işə salındığı mümkün versiyalar arasındadır. Britaniya müttəfiqlərini Rusiyaya qarşı silahlandırmaq üçün müdafiə bankı yaratmağı düşünür. Bu barədə Telegraf nəşri məlumat yayıbdır. Nəşrin məlumatına görə bank daha aşağı faizli kreditlərlə birgə hərbi layihələri maliyyələşdirə bilər. Təşəbbüs Birləşmiş Krallıq, Norveç, Finlandiya, İsveç, Baltikanı ölkələr, Danimarka, İslandiya və Niderlanda aiddir. Burada toplanacaq pul, silah istehsalı, tədarükü, Ukraynaya yardım və Rusiyanın Şimal Atlantika və Baltikanı və Arktikada neytrallaşdırılması üçün istifadə olunacaq. Hazırda bu ideya müzakirə mərhələsindədir. Qeyd edək ki, Rusiya kütləvi informasiya vasitələri və ekspertlər bunu Avropanın müharibə hazırlığı kimi dəyərləndiriblər. Rusiya bir nömrəli təhlükədir. SSR planı var. Dragoni bu barədə danışıbdır. Rusiya SSR-nin dağılmasından əvvəl sahib olduğu əraziləri geri qaytarmağa çalışır. Bu fikri NATO hərbi qüvvələrinin sədri Admiral Giuseppe Cavo
Dragoni deyibdi. O Rusiyanın tükəndirmə strategiyası, İran müharibəsindən saxlanan dəstələr və Ukraynanın yeni rolu barədə danışıbdır. Rusiya rəsmi olaraq bu bir nömrəli təhlükə hesab olunur. Moskva SSR dövründəki ərazilərə nəzarəti bərpa etməyə çalışır və bu təkcə Baltik regionu ilə məhdudlaşmır. Alyans ilə Arktika və Cənubi istiqamətində daxil olmaqla 360 dərəcə müdafiə hazırlaşır. Ukrayna artıq təhlükəsizlik ixracatına çevrilibdir. Ukrayna Silahlı Qüvvələri NATO üçün təlimatçı rolunda çıxış edir və xüsusilə dronlara qarşı mübarizədə unikal təcrübə paylaşır. Belə, hörmətli tamaşaçılar, bu bizim sonuncu xəbərimiz idi. Növbəti verilişdə görüşmək ümidi ilə sağ olun.